Bakıda dəhşətli qətl baş verib. 20 yaşlı gənc qızın başı kəsilib. Onun cansız bədənini bacıları aşkarlayıb, hadisə yerində olmuş əməkdaşımız Ruslan Eldaroğlu'nun süjetini sizə təqdim edirəm. Bakıda tələbə qız yaşadığı evdə qətl yetirilib. Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanda yerləşən hündür mərtəbəli binanın 39 saylı mənzilində yaşayan 20 yaşlı Nuriyeva Günel Etibar qızının meyidi tapılıb. Qan içində olan gənc xanımın meyidini onun az yaşlı bacıları görüb. Əraziyə rayon polis idarəsinin və prokurorluğun əməkdaşları cəlb olunub. Hadisə yeri və meyidin ilkin müayinəsini həyata keçirmək üçün həmin ünvana kriminalistik ekspertizada dəvət edildi. Məlumata görə gənc qız boğaz nahiyəsindən aldığı bir bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib. Mərhumun əslən Şəki rayonunun olduğu bildirilir. Təhsili ilə bağlı paytaxta gələn Günel Nuriyeva həmin ünvanda 2 bacısı ilə birgə yaşayırmış. Onun Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birində oxuduğu deyilir. Diqqət çəkən məqamlardan biri də həmin binanın, eləcə də evlərin bütün giriş qapılarının kodlaşdırılmış qıfıllı olmasıdır. Ehtimal olunur ki, hadisəni törədən şəxs evə qapı açıldıqdan sonra daxil olub. Çünki evin giriş qapısında hər hansısa bir müdaxilə halı müşahidə edilməyib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Hələlik qətlin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil. Ərazidə olan evlər və ticarət obyektlərində quraşdırılan təhlükəsizlik kameraları da qətlin üstünün açılmasında kömək olacağı güman edilir.